Yəhyanın nəql elədiyi müjdə. Yəhya 1-ci fəsil. Allah kəlamı. Başlanğıcda kəlam var idi. Kəlam Allahla birlikdə idi. Kəlam Allah idi. O, başlanğıcda Allahla birlikdə idi. Hər şey onun vasitəsi ilə yarandı və yaranan şeylərdən heç biri onsuz yaranmadı. Həyat onda idi və bu həyat insanların nuru idi. Nur qaranlıqda parlayır, qaranlıqsa onu bürüyə bilmədi. Allahın göndərdiyi bir adam var idi. Onun adı Yəhya idi. O, şəhadət üçün gəldi ki, nur barədə şəhadət eləsin və hamı onun vasitəsi ilə iman eləsin. O, özü nur deyildi, amma nur barədə şəhadət eləmək üçün gəldi. Bu, həqiqi nur idi və dünyaya gələrək hər bir insanı işıqlandırırdı. O, dünyada idi. Dünya onun vasitəsi ilə yarandı, amma dünya onu tanımadı. Öz diyarına gəldi, amma soydaşları onu qəbul eləmədi. Lakin onu qəbul eləyənlərin hamısına, adına iman eləyənlərə Allahın övladları olmaq ixtiyarını verdi. Onlar nə qandan, nə bəşər arzusundan, nə də kişi istəyindən deyil, yalnız Allahdan doğuldu. Kəlam bəşər olub, lütf və həqiqətlə dolu olaraq aramızda məskən saldı. Biz də onun ehtişamını, atadan gələn vahid oğlun ehtişamını gördük. Yəhya onun barəsində şəhadət elədi və nida eləyib dedi: Məndən sonra gələn məndən üstündür. Çünki məndən əvvəl var idi deyib, haqqında danışdığım şəxs budur. Hamımız onun bütövlüyündən lütf üstünə lütf aldıq. Qanun Musa vasitəsi ilə verildi. Lütf və həqiqət isə İsa Məsih vasitəsi ilə gəldi. Allahı heç kəs heç vaxt görməyib, amma atanın qucağında olan və Allah olan vahid oğul onu tanıtdı. Yəhyanın şəhadəti. Yəhudi başçıları Yəhyadan sən kimsən deyə soruşmaq üçün Yerusəlimdən kahinlərlə Levilləri onun yanına göndərdilər. O zaman Yəhya belə şəhadət elədi. O, cavabdan qaçmayaraq düzünü dedi və mən Məsih deyiləm deyə bəyan elədi. Onlar Yəhyadan soruşdular, bəs sən kimsən? Bəlkə İlyassan? Yəhya, xeyr, o deyiləm dedi. Soruşdular, bəlkə gəlməli olan Peyğəmbərsən? Yəhya, xeyr, söylədi. Sonra ona dedilər, bəs sən kimsən? Bizi göndərənlərə nə cavab verək? Özün barədə nə deyirsən? Yəhya dedi, mən Yeşaya Peyğəmbərin söylədiyi kimi, Rəbbin yolunu düz eləyin deyə səhrada nida eləyənin səsiyəm. Göndərilən bəzi fariseylər Yəhyadan soruşdular, bəs sən Məsih, İlyas yaxud gəlməli olan Peyğəmbər deyilsənsə, nə üçün vəftiz eləyirsən? Yəhya onlara cavab verdi, mən su ilə vəftiz eləyirəm, amma aranızda məndən sonra gələn, tanımadığınız bir nəfər dayanıb. Mən onun heç çarığının bağını açmağa da layiq deyiləm. Bu hadisələr Yordan çayının o tayında olan Bet-Aniyada, Yəhyanın vəftiz elədiyi yerdə baş verdi. Ertəsi gün Yəhya İsa'nın ona tərəf gəldiyini görüb dedi, dünyanın günahını aradan götürən Allah quzusu budur. Məndən sonra bir şəxs gəlir ki, məndən üstündür. Çünki məndən əvvəl var idi deyib, haqqında danışdığım kəs budur. Özüm onu tanımırdım, amma onun İsrailə zahir olması üçün mən su ilə vəftiz eləyərək gəldim. Yəhya şəhadət eləyib dedi, gördüm ki, ruh göydən göyərçin kimi endi və onun üzərində qaldı. Özüm onu tanımırdım, lakin su ilə vəftiz eləmək üçün məni göndərənin özü mənə dedi, ruhun kimin üzərinə enib qaldığını görsən, bil ki, müqəddəs ruhla vəftiz eləyən odur. Mən də görüb, Allahın oğlu budur deyə şəhadət eləyirəm. İsa'nın ilk şagirdləri. Ertəsi gün yenə Yəhya orada idi. Şagirdlərinin ikisi onun yanında idi. İsa yoldan keçərkən Yəhya ona baxıb dedi, Allah quzusu budur. Həmin iki şagird onun sözlərini eşidib İsa'nın ardınca getdilər. İsa dönüb ardınca gəldiklərini görərək onlara, sizə nə lazımdır, dedi. Onlar İsa'ya dedilər,
Rabbi, sən harda qalırsan? Rabbi, müəllim deməkdir. İsa onlara dedi, məndən gəlin görərsiniz. Onlar gedib İsa'nın harda qaldığını gördülər və həmin gün ondan qaldılar. 10-cu saat radələri idi. Yəhyadan eşidib İsa'nın ardınca gedən 2 nəfərdən biri Şimon Peterin qardaşı Andrey idi. Sonra o əvvəlcə qardaşı Şimonu tapıb ona, biz Məsihi tapdıq dedi. Onu İsa'nın yanına apardı. İsa Şimona baxıb dedi, sən Yəhya oğlu Şimonsan, amma Kefa adlanacaqsan. Kefa isə Peter deməkdir. Ertəsi gün İsa Qalileyaya getmək istədi. O, Filipi tapıb ona ardınca gəl dedi. Filip də Andrey və Peter kimi Betsayda şəhərindən idi. Filip Natanayeli tapıb ona dedi, Musanın qanunda yazdığı, peyğəmbərlərin də bəhs elədiyi şəxsi, Yusif oğlu Nazaretdə İsa'nı tapdıq. Natanayel ona dedi, Nazaretdən yaxşı bir şey çıxarmı? Filip isə ona, gəl özün bax dedi. İsa Natanayelin ona tərəf gəldiyini görüb haqqında belə dedi. Bu, həqiqətən ürəyində hiylə olmayan bir İsraillidir. Natanayel, sən məni hardan tanıyırsan, deyə ondan soruşdu. İsa ona cavab verdi. Filip səni çağırmazdan əvvəl səni əncir ağacının altında gördüm. Natanayel ona dedi, Rabbi, sən Allahın oğlusan, İsrailin padşahısan. İsa ona cavab verib dedi, səni əncir ağacının altında gördüyümü söylədiyim üçünmü mənə iman eləyirsən? Sən bunlardan daha böyük şeylər görəcəksən. Yenə ona dedi, doğrusunu sizə deyirəm. Göyün yarıldığını və Allahın mələklərinin bəşər oğlu üzərində qalxıb endiyini görəcəksiniz.